Salam, hər vaxtınız xeyir. 2019-cu ildə birinci qruplar üçün keçirilən növbəti sınağın izahına baxırıq. Sınaq nömrə 6-dır. Birinci sualda cədvəl verilib. Yəni metal üstəgəl sulfat turşusu məhsullar verilib. SO2, H2, H2S. Hansı halda duru sulfat turşusu götürülmüşdür yazılıb. Duru sulfat turşusunun kimyəvi xassəsindən bilirik ki, hidrogenə qədərki metallar duru sulfat turşuya reaksiya daxil olanda H2 əmələ gətirir. SO2-ni orta qüvvətli və pasiv metallar qatı əmələ gətirirdi. H2-si də qüvvətli metallar qatı sulfatda əmələ gətirirdisə, biz durunu axtarırıq. Cavab olacaq yalnız 2. B variantı. Demək, ikinci testdə, yəni misalda reaksiya verilib. Reaksiyanı yazaq. Kuprium O üstəgəl NH4 xlor, ammonium xlorid, yəni alınıb mis və kuprium xlor 2, N2 və su. Oksidləşmə redoksiya reaksiyasının tənliyində misin və mis2 xloridin əmsalları cəmini tapacağıq. Balans qurmadan da həll edə bilərik. Məsələn, burada azot 2 olduğuna görə ammonium xlorid 2 yazarıq. 2 dənə xlor yaranırsa, bura 1 qoyarıq ki, xlorlar bərabər olsun, sonra əl vurmarıq ora. 8 hidrogen yarandısa, suya bir 4 yazarıq. Oksigen 4 varsa, kuprumaya 4. 4 mis əmələ gəldisə, biri burada var, onda 3 də buraya yazaram, tənliyi bərabərləşər. Yəqin ki, hamısı doğru oldu. Mis2 xloridlə misin əmsallarının cəmini soruşurdu. 3 plus 1 bərabər 4 olacaq, yəni D variantı. Üçüncü misal, hansı maddə nə xloru turşusu, nə də xlorla reaksiya daxil olmur? Məsələn, dəmir hər ikisinə reaksiya daxil olar. H-a qədərki metallarda H-ı çıxarda bilər. Kuprumo turşu ilə reaksiya daxil olar. Ammoniak turşusu ilə, yəni H-xlorla reaksiya daxil olar. Mis xlorun özü ilə reaksiya daxil olacaq. Deməli, cavab qalacaq D variantı, heç birinə reaksiya daxil olmayan. Dördüncü misal, hansı maddələrin qatılığını artırdıqda tarazlıq sağa yönəlir? Tarazlığın sağa yönəlməsi üçün soldakı maddələrin qatılığını artırmaq lazım idi. SO2 və oksigenin qatılığını artırmaq. Bu tarazlığı istiqamətləndirməyin yollarından biri idi. Cavab 1-2 eləyər, B variantı. 5-ci misal məsələdə yazaq. 45 milli suyun elektrolizindən, suyun elektroliz tənliyini yazırıq. H2O elektroliz eləyəndə H2 və O2 əmələ gəlirdi. Əmsallarını da yazdıq. 45 milli su elə 45 qram su deməkdir. Çünki suyun sıxlığı 1-ə bərabərdir. Suyun millisi ilə qramı eyni demək olar ki. 2/18 də suyun özüdür. Neçə litr qaz qarışığı, yəni bunların ikisini birlikdə soruşur. X litr, onda bu da olacaq 3 vurulsun 22/4. 3 hardan gəldi? Hidrogen 1 moldur, daha doğrusu hidrogen 2 moldur, oksigen də 1 moldur, cəmi 3 eləyir. Tənasüb qurduq. 18-dən 3 ixtisar aparsam, burada qalar 6. 45-dən 6-nı ixtisar aparsam 3-ə, burada qalar 11, aşağıda qalar 2. 22/4-dən 2-ni aparsam 11/2. Bu 2-ni də aparsam qalacaq burada 5/6. Deməli, 15-i vurmalıyıq 5/6-ya. Deməli, 15 vurulsun 5/6. 6 5-in 30, o da 1, 6 9, 5 5-in 25, 5 1 25, o da 1, o da 2 7. 70 84 cavabı alınacaq. O da olacaq, deməli, Y variantı. Əgər hesablamada səhv eləmədiksə, cavab 84 olacaq. 6-cı misala baxırıq. Hansı əsaslar duzların qələvilərlə reaksiyasından alınır? Hansı əsaslar suda həll olmayan əsaslar?
Suda həll olmayan əsasları almaq üçün duzlarına qələvi ilə təsir edirdi. Suda həll olmayan əsasları qüvvətli olmayan metallar yaradırdı. Yəni kalsiumla barium ola bilməz. Bunlar qüvvətli metallardır. Dəmirlə mis isə ola bilər. Bunlar orta qüvvətli və passiv metallara aiddir. Cavab edəcək 1 və 3. 7-ci misal. Hansı qazlar qarışıqlarda oksigen kütlə payını artıranda qarışığın orta molyar kütləsi azalır? Bu nə deməkdir yoldaşlar? Deməli N2 və O2 verilib. Azot emeri 28-dir, oksigen isə 32-dir. Burada oksigen azotdan böyükdür deyə molyar kütləsi. Biz oksigeni artırdıqca orta kütlə artacaq. Çünki qarşıdakı oksigen daha böyükdür digər qazdan. Biz amma azalır deyirsən də belə çıxır ki, oksigen həmin o qazdan kiçik olmalıdır. Məsələn, ikincidə bu birinci idi. N2 ondan oksigen verilib. N2 onun molyar kütləsi 44-dür, oksigen isə 32-dir. Burada N2 böyükdür. N2 böyükdür, oksigen kiçikdir. Ona görə biz oksigeni artırdıqca orta kütlədə azalacaq. Deməli, 2 doğru cavab olacaq. Üçüncüdə də nə verilib? CO və oksigen. CO-nun molyar kütləsi 28, oksigen isə 32-dir. Burada oksigen böyükdür. Və biz də böyük olan qazı artırdıqca orta kütlədə artacaq. Bizə azalır deyirsə, cavab olacaq yalnız 2. Deməli, oksigen qarışıqda kiçik emiri olan qazdırsa, oksigeni artıranda orta kütlədə azalmalıdır. 7-ci misala baxdıq. 8-ci misalda NH4 NO2-nin parçalanmasından azot və su əmələ gəlir. Biz X-in Y-in olduğunu bilmirik deyə hər iki halı yazıram. Su və azot da yazdım. Yerlərini dəyişdirdim, yazdım. Hər ikisi ola bilər. Bunun hansı olduğunu əlavə bu şərtdən biləcəyik. Deyir ki, birinci reaksiya baş vermirsə. Birinci reaksiya baş vermir. Məsələn, birinci reaksiya xlorla reaksiyadır. Xlor nə ilə getməz? Xlor su ilə gedir. Deməli, getmədiyi azotdur. Onda belə çıxır ki, X azotuymuş. X azotdursa, Y qaldı su. Su da kalsiumla reaksiya daxil olanda əmələ gələcək kalsium OH2 və H2. Bu deyiləcək də C variantı. Nömrə 9. CnH4nOn. CnH4nOn birləşməsində hidrogenin kütlə payını hesablayın. Omega hidrogeni axtarırıqsa, hidrogen maddənin içərisində 4N-dir, yəqin görürsünüz. Əslində N-ləri ata bilərik, amma qalsın, ziyanı yoxdur. 4N-dir. Kütlə isə 12N karbondur. 4N hidrogendir, oksigen də 16N-dir. Hamısı eləyir 32N. Vurulsun 100%. Bunlar hamısı geçsə aşağıda qalacaq 8. 100-ü 8-ə böləndə olacaq 12,5%, yəni C variantı. 10-cu misalda hansı metallar kuprin-NO2 məhlulundan misi çıxarar? Misi çıxaran misdən əvvəldə gələn orta qüvvətli metallar olmalıdır. Məsələn, qüvvətli metallar məhluldan digər metalı çıxara bilmir. Çünki qüvvətli metal məhluldakı su ilə reaksiya daxil olur. Ona görə kalium olanı çıxıram, natrium olanı çıxıram. Gümüş misdən sonradır. Ona görə çıxıram. Qızıl lap axırda qalır. Bu da çıxara bilməz. Qalır onda D variantı. 11-ci sual. Dəm qazında oksigenin valentliyi və oksidaşma dərəcəsi. Nömrə 11. Dəm qazı CO-dur. Oksigen mənfi 2-dir, karbon da müsbət 2-dir. Valentliyinə gələndə isə burada 3 qat rabitə, biri donor aktivtor mexanizmlə yaranırdı. 3 qat rabitən olması bunların hər birinin 3 valentli olduğunu göstərir. Deməli, dərəcə oksigenin dərəcəsi mənfi 2-dir, valentliyi də 3 oldu. 3 mənfi 2 cavabı harada var? 3 mənfi 2 D variantında. 12. Hansı sinif birləşmələrin ümumi formulu CnH2-dir? CnH2 alken və sikloalkanlara aid idi. Yəni C variantı. 13. Hansı duzun termiki parçalanması zamanı qonur rəngli qaz əmələ gəlmir? Bu qonur rəngli qaz bilirik, NO2 qazıdır. Biz bir-birində o duzları parçalamalıyıq. Hansından əmələ gəlib gəlmədiyini tapaq.
Deməli, bax, buradan göstərim. Qonur rəngli qaz NO2-dir. NO2 nitrat turşusu və onun duzlarından əmələ gələ bilərsə, 2 ümumiyyətlə deyil. Çünki orada nitrat turşusundan heç nə yoxdur. Birinci maddəni parçalasam, kalium NO3, qüvvətli metalların nitratları parçalananda duz, yəni kalium NO2 və oksigen alınırdı. Buradan təkcə NO2 alınmadı. Demək, 1 də olmayacaq. 1-2 variantlarını əmələ gəlmir deyirdi. Baxın, əmələ gəlmir deyirdisə elə cavab 1-2 variantı eləyəcək. Çünki 1-2-3 falan variantı da yoxdur. Amma dəqiqləşdirmək istəyirsinizsə, argent NO3-ün də parçalanmasını yazıram. Pasiv metallarda mis bura daxil deyil idi. Misdən sonraki pasiv metallarda nitratları parçalayanda metal NO2 və O2 alınır. Gördün, bax, NO2 əmələ gəldi. Dördüncüdə də kuprim NO2 pasiv metal olsa da orta qüvvətli metalların nitratları kimi parçalanırdı. Kuprim O, yəni metalın oksidi NO2 və O2 əmələ gəlirdi. Buradan da NO2 əmələ gəldi. Biz gəlməyəni axtarırdıqsa cavab elə 1-2 olacaqmış. Nömrə 14. Maddə verilib doymuş bir atomlu ikili spirt. Doymuş bir atomlu spirtin formulu CnH+1OH-dır. İkili sözünün formula adəti yoxdur. Biz onu eni tapandan sonra neçə eləyə bilərik. Bir də üçlü spirt verilir. Fərqi yoxdur, hər ikisi eyni formuldur. Hər ikisində hidrogenlərin sayını 10 veriblər. Yəni, bax, hidrogenlərin sayı bu və bax, bu hissə. 2n üstə gəlinsin, 2 eləyəcək. Plus 1, H-da axırda bir dənə var. Ona bərabərdirsə, 2n bərabər 8, n eləyir 4. Deməli, bu spirtin karbonları 4 dənə imişsə, bu C4H9OH imiş. Biri ikili spirtdir, biri isə üçlü spirtdir. Deməli, ikili spirti yazıram. Birinci, ikili spirt. 1, 2, 3, 4 karbonu var. 4 karbon çəkdim. OH-ın birləşdiyi karbon 2 karbona birləşməlidir ki, bu ikili spirt olsun. Bax, bu yazdığımız olur ikili spirt. Çünki OH-ın birləşdiyi bu karbon 2 karbona birləşib. Belə ikili spirt düzəltdik. İndi üçlü spirt yazıram. Üçlü spirt. Üçlü spirt nə deməkdir? OH-ın birləşdiyi karbon 3 karbona birləşsin. Bax, belə yəni. Bu oldu CH3, CH3, bu da CH3. Üçlü spirtimiz də bu. 160 dərəcədə 160 dərəcə 140-dan böyüdürsə, spirtləri 140 dərəcədən böyük temperaturda qızdıranda alken əmələ gətirirdi. Bunların hər ikisindən alken əmələ gələcək. Demək, 1, 2, 3, 4 karbon çəkirəm. OH ikinci karbonda olduğuna görə burada buten 2 alınacaq. Biraz səliqəsizlik yarandı. Bunu necə eləyək? Onda gəlin aşağıdan çəkim bunlar olsun. Bax, bu spirtdən göstərəcəm. 4 dənə karbon, 1, 2, 3, 4 karbon çəkirik. Deməli, OH ikinci karbonda olduğuna görə buradan buten 2 alınacaq. 2 qat ortaya düşəcək. Qalanları olacaq tək qat. CH3, CH, CH, CH3. Bu X maddəsidir. İndi bunun dehidratlaşmasını yazıram. OH ikinci karbondadır. Hərdan çıxartsaq hidrogeni eyni maddə əmələ gələcək. Soldan da çıxarsan, sağdan da çıxarsan. Elə soldan çıxarsaq olacaq CH2 2 qat rabitə C. Yuxarıdakı bu CH3-ü aşağısında yazıram. Eyni şeydir onsuz da. Bax, belə bir formula yarandı. Bu da oldu Y, alken daha doğrusu. X və Y alkenlərini tapdıq. Nə deyir? X və Y üçün nə doğru deyil? İzomerdirlər. Hər ikisinin karbonları 4-dür. N burada da 4-dür, bunda da 4-ə bərabərsə izomerdirlər. Bu doğru cavabdır. Biz doğru deyil axtarırıq. Yəni, bir variantlarını ataq variantlardan cavablarını daha doğrusu. Cis trans izomer əmələ gətirir. Deməli, birinci X maddəsində 2 qat rabitə zəncirin ortasındadırsa, cis trans var. Amma Y maddəsində 2 qat zəncirin ucunda olanda cis trans izomerlik olmurdu. Əmələ gətirirsə, onda bu səhv olacaq. İkisindən də aid olmadı.
4-də fikir verin. 4 deyir ki, alkendir. Bəli, onların hər ikisi alkendir. 2 qat rabitəsi var. Demək 4 doğru cavabdırsa, 2-3 cavabı qalacaq. Nə yazılır? Butanol 1-in dehidratlaşma məhsuludur. Butanol 1-in dehidratlaşma məhsulu heç biri deyil. Çünki butanol 1 yazsaq, tutaq ki, bax, bu hissəni silirəm. Da bunlar da bizə lazım deyil. Butanol 1 yazsam, 1, 2, 3, bu da 4. Butanol 1, yəni OH birinci karbondadır. OH birinci karbonda olduğuna görə əmələ gələn alkində də 2 qat birinci karbondan başlayacaqdır. Bu variantlarımızda X, Y maddələrin heç biri buten 1 deyil. Yəni ona görə 3 də səhv cavabdırsa, cavab elə 2-3 qalacaq. 15-ci sual. Hansı maddə suda həll olmur? Tərkibində kalium, natrium olanların hamısı suda həll olur. Kalsium hidroksidi qələvidir, suda həll olacaq. Barium sodur bizim tanıdığımız ən məşhur çöküntülərdəndir. Biz elə bunu ilk anlaşlardan bilirdik. Demək, çöküntü A variantı olacaqmış. 16-cı misala baxırıq. Nömrə 16. Karbonun kütləsi 80% olan alkan. Alkanın formulu CnH2n+2-dir. Karbonun kütlə payı, yəni bax bu hissə 80%dirsə, yerdə qalan bu hissə olacaq 20%. Karbon özü 12n-dir, hidrogen də olacaq, yəni 2n+2. Bax, belə bir tənasüb yaranacaq. Buradan n-i tapmaq lazımdır. 20 ilə 80 getsə, burada 1, burada 4 qalar. 1-i 12 ilə vuracam. Olacaq 12n bərabər. 4-ü 2n+2 vuranda olar 8n + 8. 4n bərabər 8, n də bərabər olacaq 2-yə. Demək, maddəmiz C2H6 imiş. 0,2 molun kütləsi neçə qramdır? C2H6 24-dən 6 nemiri 30 eləyir. 0,2 mol deyəndə vuraram 0,2, bu deyəcək 6 qram. Yəni B variantı. Nömrə 17. Maddələr verilib, kütlələri bərabər, reaksiya sərf olan kükürdün mol miqdarları verilib. Deməli, biz bunu reaksiya aparmadan da tapa bilərik. Kiçik bölünsün böyük M düsturundan. Bu dəfə gəlin reaksiya ilə yazaq. Biraz da reaksiya təkrarlayarıq. Silisium üstə gəlinsin. Nə reaksiyası deyildi, başlayın. Reaksiyasına sərf olan kükürdün mol miqdarından danışırıq. Silisium üstə gəlinsin, kükürd. Silisium 4 valentli, kükürd 2 valentli olduğuna görə olacaq silisium 2s. Bura bir 2 düşər. Sonra oksigen üstə gəlinsin, kükürd. Bu da eləyər SO2. Sonuncu hidrogen üstə gəlinsin, kükürd. Bu da eləyər H2S. Kütlələri bərabər verilibsə, demək A qram, oksigenə də A qram yazdım, hidrogenə də A qram yazdım. Aşağıda da emirlərin yazıram. Deməli, 2 vurulsun, silisium 28-dir. Oksigen 32-dir, hidrogen də elə 2-dir. Sərf olan kükürdün mol miqdarı. Burada veriblər M1, özü isə 1 moldur. Tənasüb qursam M1-i tapsam, olacaq A bölünsün 2 vur 28, yəni 56. Sonra ikincidə N2 mol veriblər, S də özü 1 moldur. N2 bərabər olacaq A bölünsün 32-yə. Burada da N3 mol veriblər, özü də 1 moldursa, onda N3 də bərabər A bölünsün 2 olacaq və bunları müqayisə eləməliyik. Sürətləri bərabər olan kəsirlərdən məxrəci balaca olan ən böyükdürsə, onda N3 böyükdür. N2-dən, bu da böyükdür, N1-dən olmalıdır. Olur B variantı. Nömrə 18. N bərabər 8 olduqda CnH2n-6 formulu birləşmədə CnH2n-6 formulu birləşmədə atomların sayı. Burada atomların sayı 3n-6. Topladım n ilə 2n-6-nı və n-in yerinə
8 qoymaq lazımdır. Olacaq onda 3 vurulsun 8 çıx 6. 3 8-in 24. 6 çıxanda qalacaq onda 18. Ya da nə edə bilərdi? E-nin yerinə 8 yazardıq. S8 H neçə eləyəcəkdi? 10. Yenə bunların cəmi 18 atom eləyəcəkdi. Yəni düz yazmadıq nə isə. Hidrogen atomlarının sayını soruşur. Hidrogen atomlarının sayı oldu 10. Hidrogenlərin sayını soruşursa, bu hissəni silim. Elə burada C8H10 tapmışıqsa, hidrogenlərin sayı 10 eləyəcək. Ya da ki, hidrogenlərin sayı 2-in çıx 6-dırsa, bu hissədən E-nin yerinə 8 qoyanda olacaq 2 vur 8 çıx 6. Bu da elə 10-a bərabər olacaq. Doğru. 10, yəni C variantı. 19-da hansı ifadə X maddəsi üçün doğrudur? P2O5 temperaturda su ilə reaksiya daxil olanda H3PO4 əmələ gətirirdi. H3PO4 ortofosfat turşusu 3 əsaslı turşudursa cavab olacaq Y variantı. 20-ci misalda reaksiyalar verilib. Reaksiyanın məhsullarını tapmaq lazımdır. Amoniakı kuprumanla reaksiya aparanda edir mis, azot və su. Azotun laborator alınma reaksiyaları. Ammonium duzuna qələvə ilə təsir eləyəndə natrium xlorid, NH4OH-a birləşəndə ammoniak və su əmələ gəlirdi. Hansı maddələr bu reaksiyanın məhsullarına aid deyil? Məsələn, su aiddir, var. Ammoniak aiddir, var. Azot da var. Demək, aid olmayan oksigenlə hidrogen imiş. 2 və 5 cavabı olacaq. Nömrə 21. Natrium sulfat məhlulunun elektrolizi zamanı. Natrium sulfat məhlulunun elektrolizini yazsaq. Natrium varsa katodda H2 alınacaq. Qüvvətli metaldır. SO4 turşu qalığında oksigen varsa da oksigen alınır. H2 ilə O2 sudan alınır deyə artı bura ehtiyac qalmır. Reaksiyada suyun parçalanması olur. 2 tənli bərabərləşir. Katodda 44,8 litr qaz ayrılıb. Katodun üzərinə 44,8 yazıram. Aşağıda da yazıram. 2 vurulsun 22,4. Bu zaman neçə qram su parçalanıb? Su x qram. Özü də olacaq 2 vurulsun 18. Tənasüb qurduq. Bunlar gedirlər ixtisar. 2-ni 18-ə vuranda 36 qram eləyəcək. Nömrə 22. 5,6 karbon dioksidi natrium peroksidlə reaksiyasından. Natrium peroksid, natrium 2O2, karbon dioksid CO2. Bu reaksiya sualtı qayıqlarda və kosmik gəmilərdə havanın təmizlənməsi reaksiyası idi. Natrium karbonatın oksigen əmələ gəlir. Sağda oksigen tək olduğuna görə əmsalına 2 yazıram. 4 natrium yarandısa sola da 2 yazıram. 2 karbon yarandısa burada 2 yazıram. Oksigenlərin də sayı bərabərləşdi. Elədir 8. 5,6 karbon dioksid verilmişdi. Karbon dioksidin üzərindən 5,6 litr. Aşağıda da 2 vurulsun 22,4. Neçə litr oksigen alınar? Oksigen olsun x litr. Aşağıda da olacaq onda 22,4 litr. Tənasıb qurduq 22-lər gedəndən sonra 2x bərabərdir. 5,6 olsa x eləyəcək 2,8 litr. Yəni D variantı. Nömrə 23. Dissosiasiya dərəcəsi 80% olan, dissosiasiya dərəcəsi 80% olan X-in YO4M X-in YO4M maddəsinin 2,5 mol dissosiasiyasından 4,816,1024 iyon əmələ gəlib. 4,816,1024 iyonu 600-də böləndə bu edir 8 mol iyon. Avogadro sabitinə böldüm. Dərəcə də 80% imiş. Molu da 2,5-dir. Dərəcənin 80% olması o deməkdir ki, 2,5 mol duzun 80% dissosiasiya eləyəcək. 2,5 molun 80%-ni tapsam eləyir 2 mol. Demək, duzumuz 2 mol imiş.
Bunun dissosiasiyasından 8 mol iyon əmələ gəlib. Bizə deyir, N ilə M-in cəmini tapın. Yəqin ki, N ilə M-in cəmi 4 eləyəcək. Çünki, baxın, XN, YO4M. Bunun 1 molu dissosiasiya eləyəndə N dənə X, M müsbət, M dənə YO4, M mənfi yaranır. Bunu belə yazmaq biraz işi çətinləşdirir əslində. 1 mol dissosiasiya eləyəndə N ilə M-in cəmi qədər iyon yaranır. Biz amma tapdıq, duz 2 moldur. 2 mola dissosiasiya eləyəndə nə qədər iyon əmələ gəlmişdi? 8 mol iyon, baxın. Yazıram bura 8. Tənasüb qururam. Onda N üstə gəlinsin M. 8-i də 2-yə böləndə eləyəcək 4. Demək, N ilə M-in cəmi 4-ə bərabər imiş. Nömrə 24. Molekulunda 3 karbon atomu olan doymuş alifatik aldehid. Doymuş alifatik aldehid, yəni bildiyimiz doymuş CnH2O formullu aldehiddir. 3 karbon var imiş, yəni N bərabər 3-ə. Nisbi molekul kütləsini tapın. Nisbi molekul kütləsi 14-ün plus 16-ya bərabərdirsə aldehiddə, CnH2-nin 14-ün üstünə oksigen gəldim 16-nı. Olacaq 14 vurulsun 3, N 3 veriblər. Üstəndə 16 gələndə hamısı birlikdə olacaq 58. Sadə sual idi əslində. 25-də hansı iyon elektron formulu maqnezium istəyirəm 12-2 müsbət iyonu ilə eynidir. 12-2 müsbət olanda elektron olur 10. Görə harda 10 elektron var? 9 mənfi deyir 10. 13 3 müsbət deyir 10. 11 müsbət deyir 10. Yəni cavab 1, 3, 5 olacaq. Amma xlorda 18, kalsiyumda 18 qalır elektronların sayı. Cavab 1, 3, 5 imiş. Nömrə 26. Reaksiya daxil olan maddələr, yazaq reaksiya daxil olan maddələr, kalsiyum və oksigen reaksiya daxil olub, əmələ gəlir kalsiyum oksid. Tənliyi əmsallaşdırırıq. Reaksiyadan alınan istilik 127-dir. Reaksiyanı biz yazmışıqsa, axırına həmişə x kilojol yazırdıq. Çünki reaksiya yox idi məsələn şərtində. Qiymətlərin yazaq üzərindən. Kalsiyum da verilib 8 qram, oksigen də verilib 8 qram. Kalsiyum özü 2 vurulsun 40, oksigen isə 32-dir. Ayrılan istilik də veriliblər 127 kilojol. Aşağıda da qoyuram x kilojol. Kalsiyum oksidin əmələ gəlmə istiliyini tapın. Əmələ gəlmə istiliyi tapmaqdan ötəri birinci istilik effektini tapmaq lazımdır. Reaksiya girən maddələrin hər ikisi veriləndə yuxarını aşağıya bölürdük. Belə sadə olsun deyirəm. Hansı kiçikdirsə hesablamanı ondan aparırdıq. Sürətləri bərabərdir. Aşağıdakı kalsiyumun məxrəci 80 böyük olduğuna görə deməli kalsiyum kiçik olacaq. Oksigen çox verilib. Oksigen işimiz olmayacaq. Bunlar hamısını buradan sildik. Hesablamanı aparırıq deməli kalsiyumdan. Bunu da silək. Kalsiyumu hesablama aparacaqsa tənasüb qurduq. Deməli 8-dən 240 getdi. Daha doğrusu 8-dən 80 getdi. Burada qaldı 10. X də bərabərdir. 10-u vuranda 127 olacaq. 1270 kilojol. Kalsiyum oksidin əmələ gəlməsini axtarırıqsa, əmsalında 2 var. Əmələ gəlmə kalsiyum oksidi axtarırıq. Onda nə etməliyik? Həmin o 1270-i bölməliyik əmsaldakı 2-yə. Bu da deyəsən 635 eləməlidir. Doğru. 26-nın cavabı. 27-də bu adi parçalanma reaksiyalardır, həm də iyonlara parçalanmadır. Birinci maddə MOH3 3 valentli metaldır. Oksid və su əmələ gətirir. Baxın, oksid və su. 3 valentli metal özdə parçalanacaqsa bu qüvvətli olmayan metaldır. Elə bu A olacaq, yəni alüminium olacaq. Başqa da burada 3 valentli metal yoxdur. İndi bir də 3-ə baxın. Üstdə də metal 2 valentlidir. Oksidlə suya parçalanıbsa, bu B ilə C olacaq. Orta qüvvətli metalların əsasları parçalanırlar. B ilə C. Amma ikinci reaksiya iyonlara parçalanmaqdır. İyonlara parçalanmaq qələvələrə aiddir. Yəni natriumdan kaliuma aiddirsə, bu da olacaq D və Y. Gəlib situasiyaya çatdıq. Yazıb kimyaçı üzərində
kimyaçı içərisində duru sulfat turşusu olan 3 sınaq şüşəsi götürüb. Deməli 3 dənə sınaq şüşəsi var. Üçündə də duru sulfat turşusu var. 3 dənə sınaq şüşəsini bax bu formada göstərdim. Götürüb birinə mis, məsələn birinə mis əlavə elədik. Birinə dəmir, Fe, birinə də maqnezium əlavə etdik. Hansından olduğunu hələ bilmirik. Çubuqları daxil etmişdir. Bu zaman 2 sınaq şüşəsində qaz qabarcıqları ayrılmağa başladı. Sulfat turşusudakı duru turşudursa, biz də bilirik ki, duru sulfat turşusu hidrogendən sonraki metallarla reaksiya daxil olmur. Əgər ikisində qaz qabarcıqları yaranıbsa, deməli qabların birində mis var imiş. Çünki daha doğrusu mis əlavə etdiyimizdən qaz qabarcıqları alınmayacaq. Qaz qabarcıqları alınan dəmir və maqnezium əlavə etdiyimiz olacaq. Buradan H2 qaz əmələ gəlir. İkinci reaksiyada 3-dən də daha doğrusu maqnezium SO4 və H2 qazı yaranır. Üçüncü sınaq şüşəsində heç bir dəyişiklik olmadı. Onda üçüncü sınaq şüşəsində mis əlavə etmişlər. Üçüncü qaba. Nə soruşur? Hər iki sınaq şüşəsində ayrılan qaz hidrogendir. Və üçüncü sınaq şüşəsindən daxil edilmiş metalın formulunu yazın. Ayrılan qaz bildik ki, hidrogendir. Üçüncü sınaq şüşəsində reaksiya getmir deyə əlavə olunan metal onda deməli mis yemiş burada. 28-ci cavabını tapdıq. Baş verən kimyəvi reaksiyanın tənliklərini yazın. Yazmışam hər iki tənliyi. Dəmir duru sulfatdan H2 çıxartdı, maqnezium da elə. Bu 29-cu cavabı. Reaksiya nəticəsində 2 sınaq şüşəsinin hər birində 2,24 litr qaz ayrılsa, hər birində, yəni 2,24 buradan ayrılıb, 2,24 də buradan ayrılıb. Aşağıdan da 1 molun həcmlərini yazıram. 22,4, burada da olur 22,4. Reaksiya daxil olan metalların hər birinin kütləsini tapın. Məsələn, dəmir üzərinə yazıram X qram, aşağıda 56, maqneziuma yazıram Y qram, aşağıda da 24. Tənasüblərin hər biri üçün qururam və X-i tapıram. Məsələn, yuxarıda yazıram X bərabərdir. Bunlar getsə yuxarıda 0,1 qalsa, onda 1 56 vuranda olacaq 5,6. Y də bərabərdir. Yenə 22,14-dən 2,24 gedib yuxarıda 0,1 qalsa, onu da 24-də vursam 2,4 eləyəcək. Hər birində kütləsini tapdıq. Belə növbəti dərs sağlıq olsun sizə 2019-cu ilin may ayında qəbul imtahanında olan sualların izahlarını çəkib göndərəcəm. Belə bu qədər.